pişəcək. Peçin qapısını da biraz da açıq qoyuram ki, peçin için temperatur aşağı düşsün. 140 dərəcədə hansı pişəcək? 145 dərəcədə meyve rullet pişəcək, pavlova. Amma bayaqki biskvitimi, treliçən biskviti 180 dərəcədə pişdi, konveksiya rejimində, yəni külək rejimində, içinin temperaturunu qarışdırdı bir-birinə. O günkü dərsdə mən, siz yox, o bir qrupa dedim, dünyanın ən bahalı sizcə ədviyyatı nədir? Dünyanın ən bahalı ədviyyatı? Zəfəran. Ən bahalı ədviyyat zəfərandır, 3 tel. Əsl zəfəran 3 tel, dünyada ən bahalı. İkinci yerdə vanil gəlir. Dünyanın vanil çubuqları, bizim istifadə edədiyimiz sintetik vanil yox. Vanil çubuqları vətəni Madaqaskardır. Dünyada satışa gedən, ixrac olunan bütün vanillərin 75%-ni balaca ada verir. Demək olar ki, gəliri turistik turist zonası olduğuna görə və istehsal satdığı vanilə görədir. Yəni bizdə Bilgətdə də zəfəran bitir. Bilgət zəfəranı İspaniyadan gələn həmin o zəfəranın sortundandır. Neçə əsr bundan qabaq gəlib, paraxodla, gəmi ilə gələn insanlar gətirib əkib. Yəni soruşsalar məlumatınız olsun azdan çoxdan.